şairin tacı çox yaxında meyxana tarixində hələ beləsi olmayıb. Mən Əziz Oymin 1989-cu ildə Baş şəhərində doğulmuşam. 90-cı ilin əvvəllərindən meyxana deyirəm. Əslim Goranboylu olduğu üçün Emin Goranboylu kimi tanınıram. Mən Əli Xəliloğlu 1995-ci il Maştağa kəndində doğulmuşam. Nəinki Maştağanı, bütün Azərbaycanımızı təmsil edirəm. Mən Mahir Ayvaran bu yarışmaya qatılmaqda məqsədi səbəbim odur ki, meyxana sənəti daimi yaşasın. Mən Vasif Vasifoğlu, Qərbi Azərbaycan təmsil edirəm. Mən Baxşiyev Vasif, meyxana cəmiyyətində mənə Vasif Dağlı kimi tanıyırlar. Meyxana müsabiqələrində iştirak etmişəm. Köhnə meyxana deyənlərdənəm. Meyxanın ən çətin vaxtlarından fəaliyyət göstərirəm. Yasamal məktəbini təmsil edirəm inşallah. Mən Murad Əvəz 1991-ci ildə Bakı şəhərində Buzona qəsəbəsində anadan olmuşam. Buzona təmsil edirəm. Bütün şərtlərdən özümə dəstək gözləyirəm. Mən Quliyev Adil Vaqifoğlu 23.06.2001-ci ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olmuşam. 11 ildir ki, bu sənətdəyəm. Mən Kazımov Rəsul Mehraboğlu, ləqəbim Qəsri, Bakı şəhərində anadan olmuşam 1996-cı ildə. Əhmədov Vüsal Məzahiroğlu, 20 ildən artıqdır meyxana sənətindəyəm. Ləqəbim Dağlıdır. Mən Kərimli Qalib Əlisafoğlu, 1991-ci il təvəllüdlü, Qocalı rayonunda dünyaya göz açmışam. 15 il olar ki, meyxana sənəti ilə məşğulam, köhnə ustadlarla da meydan bölüşmüşəm. Mən bu yarışa qatılmışam ki, birinci olum, inşallah birinci olaram. Mən Sərdar Səxavət Xeyrullaoğlu, 1985-ci il Əmircan kəndində böyük başa çatmışam, Əmircan kəndini təmsil edirəm. 20 ildən çox sənətdəyəm, inşallah öz kəndimdən, öz doğmalarımdan, yaxınlarımdan dəstək gözləyirəm. Mən Əhmədov Ələsgər, Abşeron rayonu Masazlı kənd sakiniyəm. Təxəllüsüm Ələsgər Vahid. Oradan da göründüyü kimi Əliğa Vahid təmsil edirəm. Neçə ildir söz sənətində olmasam da yenidən qayıtmışam. Şairin tacına qatılmaqda da məqsədim ləqəbimin, yəni vahidliyin, təkliyin sənətdə də sübut etmək istəyirəm. Mən Cəfərov Kamran Meydanoğlu, Keşdə kəndində göz açmışam, burada böyük başa çatmışam. İnşallah bu yarışda elə kəndimizdən böyük dəstək gözləyirəm. Bir də ata-baba yurdum olan Tovuzdan, Gədəbəy bölgəsindən böyük dəstək gözləyirəm. Mən Ağayev Amil Asifoğlu, 13 yanvar 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslən İmişlidənəm, özüm Sumqayıt şəhərini təmsil edirəm. 5 ildən yuxarıda meyxana sənəti ilə məşğulam. Mən Talverdiyev Səxavət 1983 təvəllüd Sumqayıt şəhərindən qatılıram bu yarışmaya, şairin tacı uğrunda olan yarışmaya. Məmmədov Əmircan, Şabrəndən gəlmişəm. Şimal bölgəsindən Şabranı təmsil edirəm. Mən də iddialıyam. İnşallah zəfər bizi ilə olur, Allahın köməyi ilə. Mən Ramil qızı 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Amma özüm bu təxəllüsümə görə Ramil qızını təmsil edirəm. İnşallah iddialıyam. Mən Şəkədəriyə Sumqayıtı təmsil edirəm. İnşallah tac uğrunda yarışda öz meyxanamızla, öz sözümüzlə nəyə qadirik göstərərik. Mən 1988-ci il təvəllüdlü Nağıyev Ceyhun Səfəroğlu, Bakının Kürdaxanı kəndində göz açıb dünyaya gəlmişəm. Yasamal təxəllüsü ilə bu yarışda iştirak edəcəm. Allahın izni ilə qalibiyyətdə, uğurda Yasamala gələcək. Salam, mən Salahov Fərid, 1992-ci il təvəllüdlü. Şairin tacı layihəsinə qatılmaqda məqsədim odur ki, özümü təsdiq eləmək istəyirəm ki, Nizami yurdundan yaxşı deyən meyxananın biri mənəm. Qərb bölgəsini salamlayıram, təmsil edirəm. Mən Qəhrəman Vəli Heydər Nərmaoğlu 1989-cu ildə Sabirabadda anadan olmuşam, amma Yasamalı böyümüşəm. Mən Rüstəmov Ruslan, 1981-ci ildə Hacıqabul rayonunda anadan olmuşam, Navaxı kəndində. Ələt qəsəbəsində yaşayıram. Ruslan Ələt ləqəbi ilə də tanınıram. Mən Əliyev Fuad, Sumqayıt şəhərində 1980-ci ildə anadan olmuşam. 97-ci ildən meyxana sənətindəyəm. Fuad Sumqayıt kimi tanınıram. 7 il 8 ay meyxanaya ara verdim müəyyən səbəblərə görə. Artıq buradan elan edirəm ki, mən Sumqayıtdır, Fuad yenidən meydanlardayam. Mən İsmailov Ziya Məzahiroğlu, 79-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuşam. 1994-cü ildən meyxana sənəti ilə məşğulam və bu sənətə xidmət edirəm. Ziya Sultəpə kimi tanıdıram, uzun illərdir bütün köhnə xiridarlar da mənə belə tanıyır.
Mən Həkimov Elnur Firuz-oğlu 1977-ci il Binəqədi rayonu Xocasən qəsəbəsində anadan olmuşam. Meyxana aləmində Elnur Xocasənli kimi tanınmışam və çox toylarda, şənliklərdə iştirak etmişəm. Bir neçə yarışmalarda olmuşam. Mən Fərəzov Ayaz Akifoğlu, Qaradağ rayonu Lökbatan qəsəbəsini təmsil edirəm. Bura gəlmək məqsədim illərdir yığdığım təcrübəni meyxana ilə bu yarışda göstərməkdir. Ya Allah, mən Vəliyev Hikmət Yaşaroğlu. Ya Allah, mən Vəliyev Hikmət Yaşaroğluyum. 1979-cu il avqustun 28-də Bakı şəhəri Xocasən qəsəbəsində anadan olmuşam. Meyxanaya başlamışam 93-94-cü illərdən. Mən Aslanov Elman, İsmail rayonuna yarışmaya qatılmışam. 10 ildir meyxana sənətindəyəm. Hər kəsə uğurlar arzulayıram. Əmrah Binə 2002-ci il avqustun 31-də Suraxan rayonunda anadan olmuşam. Meyxanaya kiçik yaşlarımdan həvəsim olub. Artıq 14-15 yaşımda Binə kəndində meyxana deməyə başlamışam. Elə hal-hazırda da Binə kəndini təmsil edib şairin tazı efrinə gəlmişəm. Mən Hacı Mirzəyev, meyxana aləmində Hacı Mehdi kimi tanınıram. Bir çox yarışların iştirakçısı olmuşam. 28 ildir ki, meyxana aləmindəyəm. Mən Rüstəm Ökməli, iyulun 7-si 1991-ci il Ökməlini təmsil edirəm. Bu yarışda iştirak eləməyə gəlmişəm. Mən Nahid Bədəlanlı 20 iyun 1985-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşam. Bakıda böyümüşəm. 2002-ci ildən meyxana sənətindəyəm. Artıq 20 ildən artıqdır. Şairin Tacı adlı meyxana yarışmasına qoşulmağıma da çox sevinirəm. İnanıram ki, bu yarış uğurlu və düşərli olacaq mənə. Təbii ki, meyxanama güvənirəm.